İran müharibədə görünməmiş addım atdı, pərdəarxası detallar üzə çıxdı. İran, Britaniya və Amerika hərbi bazasının yerləşdiyi Hind okeanındakı Diego Garcia adasına 2 orta mənzilli ballistik raket atıb. Bu, ağır bombardmançı təyyarələrin yerləşdirildiyi Hind okeanındakı ən böyük ABŞ bazasıdır. Global Info az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Hakob Badalyan deyib. Diego Garcia İrandan olduqca uzaqda, təxminən 3,8 min km məsafədə yerləşir. Əslində Tehran adaya çatan raketlərdən istifadə edib ki, bu da İranın yaxın şərqdəki Amerika hədəflərindən daha çoxuna çıxışı olduğunu göstərir. Əlbəttə ki, atılan raketlər heç nəyə dəymədi. Biri okeana düşdü, digəri isə Amerika esminisi tərəfindən ələ keçirildi. Lakin zərbənin əsas məqsədi, görünür, belə uzun məsafəyə zərbə endirmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək idi. Bu mənada İran əslində bu müharibədə ilk dəfə orta mənzilli ballistik raketdən istifadə edərək görünməmiş bir addım atdı, deyə o bildirib. Badalyan qeyd edib ki, Diego Garcia'dakı baza Britaniyaya məxsus olsa da, orada ən böyük mövcudluq Amerikaya məxsusdur. İranla müharibədən əvvəl Londonun ABŞ-ın bu hərbi bazadan istifadə etməsinə icazə verməkdən imtina etdiyi barədə məlumatlar var idi. Prezident Donald Trump həmçinin bildirib ki, buna görə Britaniyanın baş naziri Keir Starmerdən məyus olub. Eyni zamanda, müharibədən çox əvvəl Britaniya adanı Mavrikiyə, Afrikaya aid olan ada dövləti qaytarmaq qərarına gəlib və bu da Trumpın narazılığına səbəb olub. Əlbəttə ki, geri qaytarılma şərti bazanın qalması idi. Siyasi şərhçi xatırladıb ki, martın 20-də İran və Böyük Britaniya Xarici İşlər Naziri arasında telefon danışığı barədə məlumat yayılıb. Abbas Əraqçı həmkarına deyib ki, əgər Böyük Britaniya ABŞ-a İrana zərbə endirməyə kömək edərsə, İran Britaniya obyektlərini qanuni hədəf hesab edəcək. İran müharibəsindən ən çox zərər görəcək ölkələr. İran ətrafında müharibə qlobal iqtisadiyyata ciddi təsir göstərir. Referans media xəbər verir ki, müharibənin əsas təsiri enerji bazarları və tədarük zəncirləri vasitəsilə hiss olunur. Xüsusilə neft və qaz idxalından asılı ölkələr ən böyük risk altındadır. Reuters analitiklərinin hesablamalarına əsasən böyük iqtisadiyyatlar arasında Almaniya və İtaliya enerji idxalından yüksək asılılıq səbəbindən istehsalın zəifləməsi təhlükəsi ilə üz-üzədir. Böyük Britaniya isə inflyasiya və elektrik enerjisi qiymətlərinin artımı ilə qarşılaşır. Yaponiya üçün vəziyyət daha həssasdır, çünki ölkə neftin demək olar ki, hamısını və qazın böyük hissəsini Hörmüz boğazı vasitəsilə idxal edir. Bu isə həm inflyasiya, həm də valyuta risklərini artırır. İnkişaf etməkdə olan ölkələr də ciddi zərbə alır. Hindistan neftin təxminən 90%-ni idxal edir və qiymət artımı artıq rupi kursuna və iqtisadi artım proqnozlarına təsir göstərir. Türkiyə inflyasiya və valyuta təzyiqi ilə üzləşir, lirəni sabit saxlamaq üçün ehtiyatlardan istifadə edir. Ən ağır vəziyyət isə iqtisadi cəhətdən zəif ölkələrdə müşahidə olunur. Şri Lanka, Pakistan və Misir kimi dövlətlərdə yanacaq və ərzaq qiymətlərinin artması, iş saatlarının azalması, valyutaların ucuzlaşması və turizm gəlirlərinin düşməsi qeydə alınır. Ekspertlərin fikrincə, müharibə davam edərsə, dünya iqtisadiyyatı yeni enerji böhranı, neft və qaz qiymətlərinin daha da artması və inflyasiyanın dərinləşməsi ilə üzləşə bilər.